eyni situasiyadır. Güclü təb gəldikdə, güclü təb olduqda, məsələn, hətta məndə elə hallar yaşanır ki, misra öz-özlüyündən beynimdə formalaşır. Artıq orada baxıram ki, avtomatik bu beyt mənim beynimdə var. Sonradan o haldan çıxandan sonra oxudu gözü ilə oxuyanda görürəm ki, həqiqətən də ağır qəlibdə formalaşıb. Şair onu özü seçmir ki, mən bu emosiya mənim daxilimdə var, bu haldayam, bu qəlibdə yazacağam. O təb şairi məcbur edir. Yəni sözün əsl mənasında məcbur edir ki, güclü olanda bəzən ağır qəlibdə gəlir, sonra məcbur onu ağır qəlibdə də aparmaq ağır qəlibdə də bəli aparmaq lazımdır. Çünki o hal məsələsi ki var. Yenə verilişin əvvəlində qeyd etdiyimiz mövzuya qayıdırıq ki, məsələn 6 beytdən ibarət bir qəzəldir. 3 beyti halla gəlib. Məsələn elə olur ki, şair o haldan çıxır, eyni halla yaza bilmir. Şair məcburdur ki, burada artıq texnikasını işə salsın və o 3 beytin də davamını eyni halla gətirsin ki, oxucu qəzəlin ortasında çaşmasın ki, mən görürsən başqa qəzəl oxuyuram, 3 beyt belə, 3 beyt belə. Ona görə də şair professionallığını o dərəcədə artırmalıdır ki, o haldan çıxandan sonra belə o qəzəlin halını həmin qəzəlin üzərində saxlaya bilsin.